Salam əziz izləyicilər. Bu günləri biz kondisionerin qaz əksiyiliyini necə təsbit edə bilərik, onun haqqında danışacağıq. Kondisionerin qaz əksiyiliyini, yəni qazı olmadığını təsbit etmək üçün birinci növbədə kondisioneri pult vasitəsilə soyuq rejimdə, yəni yay rejimində soyuq rejimə qoyaraq 16 və ya 18 hər bir pultda 2 cür dərəcə var, yəni minimum dərəcəsi 16 və ya 18 dərəcəyə qoyuruq. Qoyduqdan sonra arxa bloka yaxınlaşaraq bir 5 dəqiqə, 3 dəqiqə işləməsini gözləyərək arxa blokun nazik trubkası qoşulan yerə baxaraq onun buz bağlayıb bağlamadığına baxacaqsınız. Əgər ora nazik trubka buz bağlayıbsa, deməli sizin kondisionerinizdə qaz yetərsizdir, yəni qaz yoxdur. Ola bilər ki, buz bağlamasın, onun adı kondisioner işlək vəziyyətdə buzu təsbit eləməsin, yəni tamamilə qazı qurtarıbsa, həmən nazik trubka və ya yoğun trubkanın calıqlarına baxaraq yağlanma izlərini təsbit eləməlisiniz. Bunlara baxandan sonra, əgər onlarda da heç bir şey tapanmadınızsa, qabaq korpusda, qabaq paneldə setkanı çıxardaraq, setkanın alt hissəsində kondisionerin radiator olan hissəsinin buz bağlayıb bağlamamasına baxacaqsınız. Əgər orada buz bağlayıbsa, deməli kondisionerin qazı yetərsizdir. Arxa blokda nazik trubka buz bağlayıbsa, yenə də yetərsizdir. Bunların hamısı sizə dediyim öncəliklər kondisionerdə qazın olmamasını təsbit etmək üçündür. Videom sizə yararlı oldusa, like qoymanızı xahiş edirəm. Təşəkkürlər.